Saray körpüsündən istifadə edən sürücü və sakinlərə şad xəbərimiz var. Belə ki, 2 aydan çoxdur ki, bu ərazidə təmir-tikinti işləri həyata keçirilir və işlərin demək olar ki, son akkordlarıdır. Belə ki, beton piltələr və beton ara kəsmələr işi yekunlaşıb. Hazırda ərazidə dəmir hörgülərdən sonra betonlanması, tökmə betonlanması işi həyata keçiriləcək və son mərhələdə isə asfaltlanması nəzərdə tutulub ki, Saray körpüsündə qısa vaxt ərzində tikilərək sakinlərə, sürücülərə, bu yolda istifadə edən hər kəsə təhvil verilməsi nəzərdə tutulub. Mənim də nəvələrim burada qalır, gündə məktəbə gedib gəlirlər, Allah onlara da kömək olsun hamısına. Həmişə gəlib biraz əziyyət çəkirlər də, uşaqlar da məktəbə gedib gəlmə. Sağ olsun, iş sürətlə gedir. Həqiqi də maşallah görünür də göz qabağındadır, iş gedir. Yəqin ki, bu yaxınlarda da iş təhvil verərlər, açılış olar. Allahın köməkliyi ilə mən bilirəm ki, qısa müddətdə yəqin iş başa çatar. Bir vətəndaş kimi razılığımız yaxşıdır. Yəni sağ olsunlar, normal vaxtında gedir. İndi bəzi hallarda bir gün qara baxmayaraq, amma günün bütün saatlarında yəni iş normal gedir. Bir vətəndaş kimi razıyıq. Yəni başlamağından bu günə qədər sağ olsunlar, rəhbərlikləri yaxşıdır, iş qaydasındadır, gedir yəni. İnşallah bir balaca vaxt qalıb. Burada mərhələ düzəlsə sağ olsunlar. Razıyıq, vətəndaş kimi razıyıq. Aparılan işlər çərçivəsində 2 ədəd kənar və 2 orta dayaqların tikintisi üzrə işlər tam olaraq yekunlaşıb. Yəni bura svaylar, təməllər, sütunlar üzərində rigellər daxildir. Həmçinin körpünün hər 3 aşırım hissəsinin tirləri tam şəkildə quraşdırılıb. Saray qəsəbəsi tərəfdən 1-ci və 2-ci aşırımlar üzrə tirlərin üzərində armatur karkas toxunaraq betonlanıb. Hal-hazırda 3-cü aşırım tirlər üzərində armatur karkasın toxunması işləri aparılır. Söz gedən işlər bitdikdən sonra qeyd olunan aşırımın betonlanması işləri aparılacaq. Həmçinin Saray qəsəbəsi tərəfdən 1-ci və 2-ci aşırımlarda körpünün sağ və sol hissələrində piyada səkirlərini avtomobil hissəsi ilə hərəkət hissəsi ilə ayıran beton sədlərin armaturlanması və betonlanması işləri də başa çatıb.